Salam, faizə aid sual verilib, malın qiyməti 25% azaldıldı. Sonra isə yeni qiymət 2 dəfə artırıldı. Malın qiyməti neçə faiz dəyişdi? Malın qiymətini götürürəm 100. Malın qiyməti əvvəlcə 25% azaldıldı. 100-dən çıxıram 100-ün 25%-ni. Olacaq 75. Sonra isə yeni qiymət, yəni 75, 2 dəfə artırıldı. 75-i 2-yə vuranda olacaq 150. Malın qiyməti neçə faiz dəyişdi? Malın qiyməti 100 idi. Bu bizim 100%-imizdir ilkin olaraq. İndi malın qiyməti 150 oldu. Bu olacaq A faiz. Buradan A-nı tapanda 150 alırıq. 150%. Əvvəl 100% idi. İndi 150% olub. Deməli 50% artıb. Düzgün cavab Y variantı. Siyasal sınaq toplusundan ümumi sınaqların həllini izləmək istəyirsinizsə kanala abunə olub videonu bəyənməyi unutmayın. Sağ olun.